Salam, hörmətli icraçılar. Mən hüquqşünas Zaur Seyidzadə. Bugünkü videoda məlumat verəcəm ki, məhkəməyə müraciət edən şəxslər məhkəməyə qədər hansı işlər məcburi görməlidir. Sonra məhkəməyə müraciət etməli. Əks halda məhkəmə iddia ərizəsini qəbul etməyəcək. Əgər maraqlıdırsa videonun sonuna qədər izləyin. Zəhmət olmasa eyni zamanda bəyənin ki, hamı bilsin. Bundan da əlavə abunə olun imkan daxilində. Və sizdən bir də xahiş etmək istəyirəm. Mən əlvi şəxs olduğuma görə, əlvi arabasında olduğuma görə və əli təkətinin rəhbəri olduğuma görə eyni zamanda hüquqşünas kimi dünyanın 40 tanınmış əlləri haqqında kitab yazmamışam. Həmin kitabı 20 manat satıram. Qoy hamı bilsin. Buna əlavə qeyd edin ki, bu həftə içi hamı sosial yardımla bağlı məsuliyyəti 5 manat ala bilər. Digər məsələlərlə bağlısa məsuliyyətlər 10 manatdır həmişki kimi. Telefon nömrəm videonun izahı yerində YouTube kanalına qeyd olunub. Eyni zamanda YouTube kanalında şort bölməsində istənilən videonun üzərində var. Bəyənən kəsə məhkəməyə qədər hansı işlər görməyə məcburdur. Bu söhbət gedir müqavilə ilə bağlı şikayət verən şəxslərdə. Yəni burada o bilər, belə deyək, hansı bir şirkətlə müqavilə bağlamısınız, iş görüb, işdən razısınız və yaxud ev almışsınız və yaxud hansısa bir təmir işi gördünüzsünüz və yaxud digər işlər gördüyünüz müqavilə ilə narazısınız. Bir də var digər məsələ, ailə nübhasəsi ola bilər, əmək nübhasəsi ola bilər və digər nübhasələr ola bilər. Ailə nübhasəsi deyəndə ailə nübhasəsi biraz genişdir. Burada boşanma ola bilər, amət ola bilər, uşaqla ünsiyyət ola bilər və digər məsələlər ola bilər. Hörmətli icraçılar, nəzərə alın. Və bu haqda məlumat verəcəm. Hörmətli icraçılar. Birinci bir misal çəkin. Məsələn, belə deyəm, evinizi təmin etdiniz və yaxud da ev almışsınız. Və yaxud belə deyəndə, həmin təmin edən şirkəti və yaxud vətəndaş götürdüyü evləri yerinə getirməyib. Sizdən də məsəl üçün belə götürək 30 min pul alıb və yaxud 100 minə ev almışsınız. Evdə götürülən kvadrat, yəni düzgün dövrdə belə götürək. Tutaq ki, sizə 100 kvadratlıq ev veriblər, məsəl üçün, amma gəlib görsünüzsə 80 kvadratdır. Bu halda ona məhkəməyə verməkdən əvvəl birinci növbədə pretenziya məktubu yazmalısınız ki, ay vətəndaş, mən sənə falan qədər pul vermişəm, məsəl üçün deyəm, 30 min təminini vermişəm və sən 30 minlik iş görməlisə və yaxud səndən 100 minlik ev almışam, sən mənə 100 minlik ev verməlisə, 80 minlik ev vermirsə, zəhmət olmasa 20 minlik qaytar və yaxud 10 minlik qaytar. Bu məsələ belə olmalıdır, hörmətli icraçılar. Pretenziya verirsiniz, 40 gün gözləyirsiz, pretenziya cavab gəlmədiyi halda ki, tərəf demədi ki, mən razıyam, məsəl üçün, falan vaxtı pul verəcəm və yaxud vermək istəməm, bir fikir bildirmədiyi halda, fikir bildirdiyi halda siz razı deyilsinizsə, mütləq qədərdə məhkəməyə müraciət edə bilərsiniz. Keçək əmək nübhasələri və ailə münasibətlərinə, ailə nübhasələrinin daha düzünü. Bu halda əmək nübhasəsinə üzrə mütləq şəkildə siz mediasiyaya müraciət etməlisiniz. Amma mediasiyaya müraciət etməkdən öncə birinci növbədə həmin şəxsə və ya hüquqi şəxs olsun, istər fiziki şəxs olsun, fərqi yoxdur. Birinci növbədə mediasiya təklif göndərməlisiniz. O, həmin şəxs sizə 10 gün ərzində cavab verməlidir. Əgər verdi. Vermədi, 10 gündən sonra siz gedirsiniz mediasiya təşkilatına müraciət edirsiniz. Ona məktub göndərir, dəvət edir mediasiya prosesinə. O bilsin, həmin şəxs gəlsin, sizlə hansı bir razılığa gəlsin, orada bilsin, gəlməsin. Gəlmədiyi halda mediasiya təşkilatı sizə arayış verir, gedirsiniz məhkəməyə. Gəldi, razılaşdınız, saziş bağlısınız, sazişin icrası birbaşa təmin olunur. Ola bilsin, vətəndaş könüllü icra etsin, ola bilsin, icra etməsin, saziş bağladıqdan sonra o halda məhkəməyə ərizə yazırsınız, bu iddia ərizəsidir. Sadəcə ərizə yazırsınız ki, həmin bağlanmış sazişi icra şöbəsinə göndərdiniz, belə bir şeydir. O halda da başlayıb avtomatik icra etdirməyə. Yəni, tutaq ki, məsələn, vətəndaş sizə 10 min borcdursa və yaxud da 50 min borcdursa, 30 min borcdursa, nə qədər borcdursa, onu tutub sizə verir. Və yaxud da evlə bağlı bir hansı qərar gəlmişsə, onunla bağlı icra etdirir. Ola bilsin, həmin şəxs desin ki, mən təmin edib təhvil verəcəm və yaxud nəsə belə bir şey. Eyni zamanda ailə nübhasələrlə də bağlı, belə deyək də, həmin qaydalar ola bilər. Yəni ki, ailə nübhasələri ola bilsin ki, siz uşaqla ünsiyyəti öz-özünüzə razılaşdırarsınız, alimentin məbləğini öz-özünüzə razılaşdırarsınız, əməkdaşın bölgüsünü razılaşdırarsınız
Bu hamısı mümkündür. Onu qeyd edim. Pretenziya qaydasında olan iş. Bir də var könüllü mediası. Pretenziya gedən iş könüllü qaydada mediasiyada gedə bilər. Hörmətli izləyicilər, nəzərə alın. Sonda qeyd edin ki, məhkəmənin nə etmək lazımdır, necə çıxış etmək lazımdır, necə özünüzü müdafiə etmək lazımdır bilmək istəyirsinizsə, eyni zamanda iddia yazısı yazdırmaq istəyirsinizsə və digər sənədləri hazırlamaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Mənim telefonum videonun izah yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalı şut bölməsində istənilən videonun üzərində var. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslərin telefona hüquq məsələsinin verilməsi 10 manatdır. Və bundan əlavə qeyd edin ki, 6-cı ayın 7-sinə qədər mənim kanalıma abunə olan şəxslər sosial yardımdan bağlı məsuliyyəti 5 manatdan ala biləcək. Digər məsuliyyətlər isə dediyim kimi 10 manatdır. Bundan əlavə qeyd edin ki, hörmətli izləyicilər, mənim 1400-dən artıq şotla bir yerdə videolarım var. Həmin videolar sosial yardıma, əməkdaşın bölgüsü və ya sonra qeyd edin ki, əmək mübahisəsi, pensiya və digər məsələlərlə bağlıdır. Tanış ola bilərsiniz. Tanış olun, hüquqlarınızı öyrənin. Nə sualınız varsa mənə WhatsAppda səslə atın. Qulaq asın, sizin suala cavab verim. Mən bir dəqiqəsi başqa yerdə olan cavab verə bilməyəm. Ona görə deyəm ki, yəni WhatsAppla. Sonunda bir daha xahiş edirəm ki, hamı aktiv olsun, videonu bəyənsin, YouTube kanalına abunə olsun. Hörmətli izləyicilər, onu da qeyd edin ki, bu tək sizə yox, digər şəxslər də xeyirli ola bilər. Ola bilsin ki, mən hansısa mövzudan danışar, sizə xeyirli yoxdur, yəni sizə aidiyyəti yoxdur. O halda siz bəyənməklə bir şəxsin qarşısına çıxa bilər ki, həqiqətən onun ehtiyacı ola bilər. Nəzərə alın. Mütləq qaydalar. Bir də yazın zəhmət olması görün, gələn mövzularda hansı mövzuları istəyirsiniz ki, mən yəni belə deyək, video hazır edin, sizə məlumat verin. Hörmətli izləyicilər. Və əsas məsələdən də biri odur ki, insanlar mütləq qaydalar öz hüquqlarını bilməlidir ki, indi hamının belə deyək, vəkil tutmaq imkanı yoxdur. Heç olmasa ən azından bunu bilin, yəni özünüzü müdafiə edin. Bir daha qeyd edəm, məndə YouTube kanalına abunə olan şəxslərin telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır. Ərizələrin yazılması və digər iddia ərizələrin yazılması o vətəndaşların yəni əlavə xidmət haqqı əsasında yəni yazıb verir. Yəni onu özümüz vətəndaşdan müəyyənləşdiririk işə uyğun olaraq. Sonunda bir daha sizin hamımızdan xahiş edən ki, videonu bəyənin, kanala abunə olun. Diqqətinizə sağ olun. Sağ olun.